آمين. السلام عليكم يا دار قوم الأسوياء الشهداء في سبيل الله. فاتحة. اللهم صل على محمد وعلى محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط غير المغضوب عليهم ولا الضالين آمين. ولم يكن له كفوا أحد. اللهم صل. İnşallah tədbirimiz başlamadan əvvəl kəlamların ən gözəli olan Allahın kəlamına söz verək. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. فاذكروني أذكركم واشكروا لي ولا تكفرون. يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين. ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون. ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين. الذين إذا أصابتهم مصيبة الذين إذا أصابتهم مصيبة قالوا
أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون صدق الله العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. Çok sağ olun, teşekkür ederim. Her vaxtınız xeyir olsun. Hörmətli şəhid ataları. Axırıncı dediğim sözdə çox yaxşı söz oldu, hər yanda yaxşı keçməlidir. Hörmətli cəmaət, hörmətli Elvin balam, Elgün balam. Sol tərəfimdə atondur, sağında anondur. Qarşımda şəhid atalarıdır, hörmətli şəhid analarıdır. Və eyni zamanda bütün Göylər cəmaətidir sənin qarşında. Göylər kənd icra nümayəndəsinin sədri hörmətli İxtiyar müəllim burada bizim yanımızdadır. Göylər kənd bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim buradadır. Şamaxı rayonunun bu işə baxan üzrə şöbə müdürünün müavini Aqil müəllim buradadır. Göylər kənd, mən bunu həmişə demişəm, Ağsudan böyüdür maşallah Göylər. Göylər kənd axundi, hörmətli Hacı burada mənim yanımdadır həmişə olduğu kimi. Ona görə də hər birinizə təşəkkür ederim, hər birinizə minnətdarlığımı bildirirəm. Mən iki şəhid bağlamız qalıb, sonra mənə iftə eləyirlər ki, Ağsaqqal, bu işin yəslənsən axı, niyə adından çıxardırsan? Ovculu kəndində olan şəhid balamızın, eyni zamanda 90-cı ildə olan Quşlu kəndində olan bütün şəhid bağlarımızın Allah təala dünənki günün qəbul eləsin, mübarək eləsin. Hörmətli cəmaət, əziz qardaşlar, əziz Göylər cəmaəti və eyni zamanda hörmətli Elgün balam, sənin qarşında Şamaxı rayonunun Ağsaqqalı ağacda babon durub. Allah Teala sizin hər birinizə xoşbaxtlıq nəsib eləsin, hörmətli şəhid ataları, əziz şəhidləri, hörmətli Göylər cəmaəti, əziz iştirakçılar, hörmətli qonaqlar. Qonaqlarımız var. Qonağımızın biri sözünü dedi, sağ olsun, təşəkkür edirəm və indi mən sözü verirəm. Vasif der ki, Ağsaqqal, mən sənin olsa yanımda sən danışsan. Qəndiri xanım, buyur, Elgün nanası. Buyurun. Gəlin keçin. Mənim keçin. Rıza mənim gəlin keçin. Salam. Bu adı mənim keçin. Hamınızı salamlayıram. Dünənki Zəfər bayramı bütün Azərbaycan xalqının bayramıdır. Böyüdən kiçiyə hamının orada özünə görə payı var. Düz vətən uğrunda şəhid olan oğulların payı hamıdan çoxdur. Allah bütün Azərbaycan xalqını qorusun. Elə möhtəşəm bayramı yaşamağı bizə yaşadanları Allah onların da Zəfər bayramı mübarək eləsin. Allah hər kimi yaşamlarını cünab eləsin ki, bu Zəfər bayramı bizə yaşatdılar. Mən bugün burada iştirak edən bütün şəhid ailələrin, eləcə də gələn bütün cəmaatın hamısını təşəkkür eləmək istəyirəm, hamısını demək istəyirəm ki, Allah hər birinizi var eləsin. Çox sağ olun ki, bizə bu günləri sizə gəlmişsiniz, dəstək olmuşsunuz. Allah hər birinizin canını sağ eləsin. Allah şəhidlərimizin yerin izni ilə cənnət eləsin, məqamları uca olsun. Amin. Çox sağ ol. Allah qalan bağlarınızı hər birinizin salamat eləsin, gözlərinizə çıraq eləsin. Hörmətli cəmaət, əziz şəhid atalar, hörmətli şəhid anaları, hörmətli Göylər cəmaəti, qonaqlarımız çoxdur. Çıxışçılardan bir sözüm var ki, qısa eləyə çıxışdılar ki, qonaqlarımıza da növbə çatdıraq. Beləliklə, İmran müəllim buyur, şəhid atası. Hörmətli ziyarətçilər, hörmətli şəhid valideynləri, heç mikrofon olmasa da olar. Hörmətli ziyarətçilər, hörmətli şəhid valideynləri, dəyərli qonaqlarımız, dəyərli Göylər kənd cəmaəti, hər birinizi bu zəfər günü münasibətilə bir daha təbrik edirəm. Hansı ki, o zəfəri bizə verən
Elgün kimi igid şəhid bağlarımızı. Allah olan hər birinin məkanın cənnət eləsin, ruhların şad eləsin. O bir bizim qardaşımız çox gözəl söz dedi. Şəkdən gələn qardaşımız, din qardaşımız. Qardaş doğrudan da bizim Şamaxı rayonunda bu şəhid tədbirləri həmişə mütəmadi olaraq çox yüksək səviyyədə keçirilir. Allah başda Cənab-ı Ali Başkomandamız İlham Əliyev olmaqla yerdə o vicdanlı, namuslu, özünü tanıyan, özünə dəyər verən hər bir kəsin canı sağ eləsin. Mən bugünkü gündə Elgün balamızın anım günüdür, şəhadət günüdür. Allah Elgün balamızın timsalında bütün şəhid balaları, şəhid qardaşların məkanı cənnət eləsin. Mən Vasif qardaşıma, Qənirə bacıma Allahdan dözüm arzulayıram. Allah hər birimizə səbir versin və bütün şəhid sevər insanların hamısına çox sağ olun deyirəm. Şəhid anları qarşı topa şəhərəm. Şəhid qardaşlar var burada. Allah sizlərdən də razı olsun. Və burada iştirak edən hər bir kəsə, başda ağsaqqal olmaqla, rayon mandel olmaqla, İxtiyar müəllim, hər biriniz, müəllimlər, müəllimələr, tələbələr, hər birinizdən Allah razı olsun. Və belə də hər birimizin şərəfli borcudur ki, bu dəyərli işləri ziyarət edək. Çox sağ olun, Göylər cəmaatı. Siz böyük xalqsınız, böyük birliksiniz. Allah hər birinizi var eləsin. Şəhidlərimizin məkanı cənnət olsun. Sağ olun. Çox sağ olun İmran müəllim. Söz. Çok sağ olasın. Ben de bütün ziyaret iştirakçıları, değerli şehit valideynlerini, gelen konaklarımızı, Abdurrahman müəllim salamlayıram. Onun timsalında bütün konaklarımızı uzaqdan gəlirlər, hamısını salamlayıram. Dünən 8 noyabr Zəfər günüydü. O zəfəri bizə yaşadan qəhrəman balalarımıza, igid şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, Allah hamısına, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə inşallah acil şəfalar versin, veteranlarımızı qorusun. Allah hal-hazırda xidmətdə olan əsgərlərimizi, zabitlərimizi qorusun. Elgün balamız haqqında da inşallah ki, o şəhadət ən böyük rütbədir, bu mütləqdir. Ondan da əvvəl Quran hafizi olub. İnşallah ki, Allahın inayətini qazanmış bir şəxs idi, balamız idi. Allah onun şəhadətini qəbul eləsin. Elgün balamızın timsalında Allah cəmi şəhidlərimizin şəhadətini qəbul eləsin. Qənir bacı sənə, Vasif qardaş sənə Allahdan səbir diləyirəm. Bu qəhrəman balımıza Allah qəni rəhmət eləsin. Allah bütün şəhid valideynlərinə səbir versin. Amin. İnşallah. Çox sağ olun. Kısa eləyək ki, hamı danışa bilsin. Buyur ver Natiq müəllim. Çox sağ olun Ağsaqqal. Mənə də söz verdiyinizə görə. Mən də ilk öncə bugünkü zəfəri bizə yaşadan qəhrəmanlara, elgünlərimizə, onlar nəinki elgünlər, zəfər şəhidləri, onlar zaman itirilmiş torpaqlar uğrunda təbii ki, biz şəhidlər vermişik, torpaq itişisinə səbəb olub. Özü bu fərəhi dövlətimiz yaşamıb. Bu nur üzlü şəhidlərimiz bizim dövlətimizə, millətimizə zəfər yaşatdılar. Allah onlardan dönə razı olsun və keçmiş şəhidlərimizin ruhlarını bir daha oyatdılar, o diriltdilər. Deyirlər, şəhidlər ölməz, həqiqi mənada ölmür şəhidlər. Çünki itirilmiş torpaqlar geri qaydanda şəhid zaman yaşayır, qəbirlərdə yaşayır. Ona görə də nur üzlü şəhidlərimizin, elgünün timsalında bütün şəhidlərimizin məqamları, uca məkanları cənnət olsun. Valideynlərə səbir versin. Dövlətimiz doğrudan da var olsun. Dünənki zəfərdən biz hiss elədik. Azərbaycanın keçirdiyi 5 illik zəfər proqramın hamımız yağın ki izlədik. Aydın səma altında pilotlarımızın göstərdiyi şücaətləri hamımıza bəlli oldu. Bir daha bu bizim dövlətimizin, millətimizin qüvvəliyin, gücün, qüdrətin, Ali Başkomandanın gücün nümayiş elətdirir. Allah dövlətçiliyimizi qorusun, ordumuz güclü, qüdrətli, basılmaq olsun. Şəhid valideynlərinə də bol səbir versin. Çünki bu övlad itkisi təbii ki, ağır itkidir, ayrılıqdır. Ona görə də Allah hamımızdan razı olsun ki, bu günləri Vasif qardaşımızın, Qənirə bacımızın yanındasınız. Allah hamımızdan razı olsun. Allah cəm şəhidlərimizin yeri, məqamın uca, qazilərin məkanları
Cennet olsun. Cennet olsun, qazilərimizə şəfa versin. Dövlətçiliyimiz var olsun. Ebed olsun. Bəli, bəli. Bayrağımız həmişə daim Azərbaycan səmasından aşağı inməsin. Çox sağ olun. Nasip Bey. Şəhid atası Rıza müəllim, ver Rıza müəllim. Rıza. Sağ olun. Ben de gelen yoldaşları salamlayacağım. Ve şahit Ergün Güneyev hakkında bugün onun anlamcıdır. Ben bir şey hakkında danışacağım ki, Şuşa əməliyyatı. Dünən bizim birimiz, bugün bizim birimiz olan şəhidlər bizim qəlbimizdə əvvəlcə əbədi yaşayacaqdır. Demək, Ergün ayın 8-də qələbə gün şəhid olur. Ben o əməliyyat hakkında diyeyim ki, ayın 2'sində bizim qoşullarımız artıq Şuşanın ətrafındaydılar. Ayın 4'ünde Daşaltı'da 1350 nömrəli yüksəklik var. Orada bizim aktivistler durmuşlar ve Şuşanın alınmasının uğrunda mübarizeye başlıyordular. Bəli, digər hərbi hissələrimiz Cənab Ali Başkomandanın rəhbərliyi altında planı hazırladı. Xüsusi təyinatlı qüvvələrin komandiri Hikmət Mirzəyev və 400 nəfər xüsusi təyinatlı şəhərin 3 istiqamətindən şəhərə daxil oldular. Ermənilərin Şuşanı tutmaq əməliyyatı dağlarda toy əməliyyatı adlanırdı o vaxtı. Biz onun əvəzinə şərtli kod adı Karı Bülbül əməliyyatı adında bir əməliyyat hazırlandı. Və Azərbaycan ordusunun əsas qüvvələri Daşaltıdan Xankəndi yolundan ermənilərin qapağını kəsdi. Bizim xüsusi təyinatlılar müxtəlif tərəflərdən şəhərə girdilər və əlbəyaxa döyüş başladı. Orada məni ən çox belə deyək ki, fərəhləndirən o qazilərdən biri danışır ki, biz bir dənə də şəhidimizi, yaralımızı orada qoymurduq. Birdən düşmən əlində keçər, onların arasında biz nə cavab verə bilərik? Doğrudan da bizimkilər igidliklə vuruşdular, şəhərə daxil oldular və fransız belə həkimləri Xankəndi xəstəxanasında deyirdilər ki, buraya gələn adamların, ermənilərin yəni əksəriyyəti tapança və bıçaq yarasıyla gəlib. Bizim uşaqlarımız əlbəyaxa düşmüşdü və şəhər avaz eləmişdi. Və ona görə də elə bir uşaqların xatirəsi heç vaxt unutmaq olmaz. Bu, xalqımızın borcudur ki, onları yaşatsın. Bir daha Ergün'ün timsalında bütün şəhidlərə rəhmət edirəm və arzu edirəm ki, bizim bu bayrağımız əbəd olsun. Bəli, bugün 9 noyabr bayram günüdür. Bayraq günüdür. Nə qədər bayraq bu dalğalanır, Azərbaycanın müstəqilliyi var. Mən arxayla ki, şəhidlər unudulmayacaq. Allah şəhidlərə rəhmət eləsin. Teşekkür ederim. Xan Məmməd, şəhid atası ver Xan Məmmədim. Çox sağ ol Arzu müəllim. Bir illərin 5 ildir ki, bu bizim yanımızda olursun, icra nümayəndələrdə. Hörmətli şəhid ataları, şəhid anaları, bu günlərim Ergün balamızın timsalında Allah cəm şəhidlərin ruhunu şad eləsin. Qənirə anıya, Vasif qardaşıma, bolluca səbir dinləyirəm. Hoş gəlmişsiniz kənd ahalisidir. Allah var eləsin sizləri ki, bizləri tək qoymuşsunuz. Çox sağ olun. Sağ ol, çok sağ ol. Teşekkür ederim. Ver. Şəhid atası bayram, para ver, bayrama. Sen ediyorsun, ben yaxşı biləm. Ben de bütün ziyaret iştirakçılarını salamlayıram. Necə ki biz şəhid valideynləri sizdən razı olsun. Allah sizdən razı olsun. Həmişə yanınızda olursunuz. Vasif qardaş, Qənirə bacı, Allah Teala sizə səbir versin. Bütün şəhidlərimizin yeri cənnət məqamları uca olsun. Galip, Xan baba, buyur. Çok sağ olasın. Ben de öz növbəmdə bütün ziyaret iştirakçılarını salamlayacağım. Allah bütün şəhid sevərləri var. Amin. Vasif kardeş, Qənirə bacı, Allah səbrinizi versin. Allah Ergün balamızın timsalında bütün şəhidlərin məqamını uca eləsin, yerləri cənnət eləsin. Ruhları qarşısında baş əyləsin. Çok sağ ol. İlham, şəhid qardaş İlham buyur. Çok sağ olasın. Ben düz adımdan tədbir iştirakçıların hamını salamlayıram. Allah hamımızdan razı olsun. Çok sağ ol. Bugün Ergün balamızın hanım günde yaratmışdır. Allah ona rəhmət eləsin. Allah cəm şəhidlərimizə Çok sağ ol. rəhmət eləsin. Teşekkür ederim. Valideynlərlə də Allah'tan səbir diləyirəm. Çok sağ olun. Sübhan, şəhid atası. Əziz şəhid sevərlər, vətənin uğrunda canın keçən gəlib ziyarət edənlər. Bizim bu şəhidlərimiz tək öz ana bacısını yox, bütün Azərbaycanın qeyrətini, namusunu qoruyan oğlanlardır. Azərbaycan torpağına zəfər qazandıran oğlanlardır.
Məhz Elgin kimi qəhrəmanlarımızın sayəsində bizim torpaqlar azad oldu. Onlar haqqla getdilər. Haqqın yanında durmaq, haqqın qarşısında durmaq qanununda var. Çünki olanı bu şəhidlərin çəkdiyi əziyyətləri, bu şəhidlərin gözün qırpmadan düşmənlərin üstünə getməyi, yararları bir-birindən seçmədən, əskərdir, zabit bilmədən onu götürüb baneti yaparan, yəni bir-birindən öz əziz canlarını verənlər. Çünki qardaşlar, şəhid qardaşlar, onlar nə valideyn fikirləşdilər, nə bir şey fikirləşdilər. O şəhidlər ki, bu torpaqları azad elədilər. Azərbaycan torpağını azad elədilər, bizləri bu günəşli Azərbaycan torpağı. Allah cümləsindən razı olsun. Hüseyni bayraqlarımızı bütün Qarabağda saydılar. Bu şəhidlərimiz ki, həmin şəhidlərdir. Bu şəhidləri heç kim unutmalı deyil. Bununla öz qeyrətini namusunu unutmaq deməkdir. Dünən də bizim bayramımız idi, ən əsas zəfər bayramımız, məhz şəhidlərimiz o bizə qazandırmışdı. Bugün də bayraq var. Bu bayrağı bayraq eləyən, şüşüyə salan, sancan, məhz bu şəhidlərimizdir. Allah yerlərini cənnət eləsin. Allah ordumuzu qorusun. Allah valideynlərə səbir versin. Allah elimizin, xalqımızın yaxşı oğlanlarına, yaxşı qadınlarına, yaxşı insanlarına, dövlətin yaxşı məmurlarının canı sağ eləsin. Bu şəhidlərimizi daima yaşadırlar. Bizimdəki vəzifə borcumuzdur. Allah yerin cənnət. Teşekkür ederim. Bir de buyur desene. Kafamız biraz zevkledi. Kardeşler, Ha, bugünkü buyur, səbəbkarımız buyur. Elgün balamızdır. Biz Elgün balamızın işığına toplaşmışıq. Bu günlərim ondan danışacaq. Dünənki bayramları Azərbaycan şəhidlərinin mübarək olsun. Zəfər günləri mübarək olsun. Allah bizim üç rəngli bayrağımızı bugünkü gündə də bayram edir. Üç rəngli bayrağımızı vətən sevdalarından əski eləməsin. Hər biriniz çox sağ olun. Bura təşrif buyurub gələn qardaşlar. Hər birimizin boyun borcudur. Bunların qarşısında baş əymək. Mən də bir şəhid atası olaraq Elgün balamın qarşısında baş əyirəm. Atasına, anasına bol-bol, çox-çox səbir diləyirəm. Vasif qardaş, Allah səbri versin. Qənirə bacı, müəllimə, Allah sizə daha da səbir versin. Çox sağ olun. Çok sağ ol Fahim. İşlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Bundan sonraki qalan günlərdə Allah balalarını saxlasın, balaların xeyir işini görəsən. Hər birimiz. Hamı dərdli sərri valideyndir. Hamımız hərən öz dərdi bir-birindən artıqdır. Allah o dərdsiz eləsin. Bundan sonra səbirli eləsin. Allah bacımıza bugünkü gündə xəstəxanada yatan bacımıza şəfa versin. Anaların əlindən öpürəm. Hər birinin, onlar mənim əziz bacılarımdır. Atalar da Allah səbir versin, qardaşlarımdır. Alınlarından öpürəm. Allah bu gül balalarımızın da məkanın cənnət eləsin. Onlar öz sözlərini də dedilər, öz hərəkəti ilə hər bir şey çıxışçı gəlib çıxış eləyəndə deyirlər ki, filan kəs çıxış elədi. Onlar amma gör necə çıxış elədi. Xalqın gözündə nümunə olurlar. Vətənpərvər ruhda böyümüş övladlardır. Allah məkanların cənnət eləsin, ruhların şad eləsin. Hər birimizə də Allah səbir versin. Çok sağ ol, teşekkür ederim. Çox sağ olun cəmaət. Teşekkür ederim. Sağ olun müəllim. Zaki, buyur. Şəhid atası. Ben ilk növbədə şəhidlərin qarşısında baş əyirəm. Qazilərin can sağlığı. Şəhidlər haqqında istənilən qədər danışmaq olar. Şəhidlər Azərbaycan 24 günlük vətən müharibəsində öz sözlərini deyir. Şəhidlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Bunu dövlət də bilir, xalq da bilir. Allah Teala şəhidlərimizin ruhunu şad eləsin. Asım qardaş, Qənirə bacı. Allah Teala sizlərə səbir edirsin. Var olasın. Sağ olun. Teşekkür ederim. Çok sağ olun. Vahid müəllim buyur. Ben de her birinizi geçince tədbir iştirakçılarını her birini salamlayıram. Dünənki 8 noyabr bize yaşadan bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Onların valideynlərinə Allah'tan səbir diləyirəm. Və
Həqiqətən bizim tariximiz dünənə qədər saxtalaşdırıla gəlib, amma bu 44 günlük savaşda əsl tarixi yazan Elgün kimi bağlarımız oldu. Əsl tarixi möhürümüzü vuran Elgün kimi bağlarımız oldu, şəhidlərimiz oldu, qardaşlarımız oldu. Yəni bu tarix elə bir tarix oldu ki, onu heç bir şəxsiyyət bundan sonra gəlsə də silə bilməz. Allah onların hər birindən razı olsun, yerlər cənnət olsun və bir daha hər birinizi dünənki zəfərimizlə bağlı təbrik edirəm. Çox sağ olun. Sizin de ölenlerinize Namaz, şəhid atası. Səbrinizi versin. Mekan cennet olsun. Cem şehitlerimiz. Amin. Ver. Şəhid atası. Hörmətli valideynlər, hörmətli şəhid valideynləri, hörmətli qonaqlar, hörmətli ziyarət işçiləri. Ver de şəhid atası, buyur. Bəli. Və də Allah ziyarətinizi qəbul eləsin. Amin. Məndən öncə danışan yoldaşlar Elgün qardaşımız barədə çox sözlər danışdı. Bütün şəhidlər barəsində çox danışmaq olar. Danışdıqca onlar qurtarmırsınız. Allah onların valideynlərinə, yaxınlarına, qovumlarına səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Buyurun. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. İndi mən bazaram gedər ki, ayaq saqqal. Nədir göylər cəmaatını görmürsən, bizə tərəf baxmırsan. Hacı xanım buyur, şəhid arası. Düzdür, sizə biraz söz verdim sözü. Ver. Hörmətli tədbir iştirakçıları, hörmətli ağsaqqalımız, Çox sağ ol, təşəkkür. axundlarımız, hörmətli Qənirə bacım, Vasif qardaşım, göylər cəmaatı, əziz, dəyərli oğullarımın ataları, dəyərli oğullarımın anaları, hər birinizi salamlayıram. Dünənki zəfər bayramımızın mübarək olsun. Amin. Bugünkü bizim bayrağa bükülüb gələn balalarımızın bayraq bayramları mübarək olsun. Düzdür, mənim üçün çətindir danışmaq. Mən həmişə Xəccə bacımla gəlirdim bura. İndi söz tapmıram heç danışmağa. Allah onun şəfasını versin tezliklə. Elədir, hamamındır. Mən oyla yenə gəlin bura. Allah bizi bir-birimizdən ayırmasın. Düzdür, məni bu şəhid balalarımın anaları, ataları tək qoymur. Yenə Xəccənin yeri mənim üçün başqadır. Allah ordumuzu qorusun, millətimizi qorusun, Azərbaycan xalqını qorusun. Əziz balam, Elgün balam, cənnətdəki mövludu Allah qəbul eləsin. Allah yeri cənnət eləsin. Bütün şəhid atalarına, şəhid analarına Allah səbir dözüm versin. Hər bir qəhrəman oğulların qarşısında baş əyirəm. Çox sağ olun. Ver bacıma. Sağ olun. Şəhid anasına, Gültəki xanıma. Buyur. Hörmətli tədbir Rəna xanım iştirakçıları, yaxın gəl. ağsaqqalımız, axtarımız, cəmaət, el, oba, hamınızı salamlayıram. Bugünkü gündə Azərbaycan xalqına zəfər yaşadıb. Zəfər bayramında görməyən balalarımızı təbrik eləyirəm. Elgün balam, 44 gün əziyyətin boşa getmədi. Boşa gelmedi. Allah sizin yerinizi cənnət eləsin. Qənirə bacı, Vasif qardaş, Allah sizə çoxlu səbir versin. Hamımıza dözüm versin. Bizim balalarımızın qüruru yaşadır bizi. Çünki Azərbaycan xalqını ayırdan zəfər bayramını yaşadıb. Torpaqlar altında olan qardaşlarının geri qaytaran oğullarımız ruhu şad olsun. Anaların sevdiği kimi vətənlərin, xalqın sevdi balalarımız. Qanı bahasına torpaq aldılar. Bu torpaqda yaşayan, ayaq qoyan hər bir şəxsdən, bir şəhid anası kimi xahiş eləyirəm. Biz bu dünyada olmayanda da bizim balamız unudulmasın. Çok sağ ol. Çok sağ ol. Ver Rəna xanıma. Rəna xanım buyur. Götürün ben mikrofonu. Kamağı şəhər Səhəli tam orta məktəbinin müəlliməsidir. Həmişə bizim yanımızdadır. Buyurun. Təşəkkür edirəm. Salamlayıram mən də tədbir iştirakçılarının, şəhid ailələri başda olmaqla. Bu gün biz özümüzə borc bildik bu oğulun qəbrini ziyarət eləmək. Çünki Elgün kimi oğullara biz borcluyuq. Onlar bizə qələbə, zəfər yaşadıb. Onları döyüdüb, necə deyərlər, bu döyüşə yollayan valideynlərə,
qələbə dalıcan yollayan valideynlərə borcluyuq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun, ailələrinə səbir versin. Çok sağ Çok olun. sağ olun. Çok sağ olun. Verin mikrofonu götür bari. Ver bari. Çok sağ olun. Her birine teşekkür ederim. Elgün'le bir yerde okuyup Hafız Kur'an'da o da Müşfik'in aklında değil bana böyle məlumat verilir. Buradadsa onunla Sadık kardeşimiz buradadsa yakınlaşsın. Ha, buyurun. Bismillahirrahmanirrahim. Hər birinizi Allahın salamı ilə salamlayıram. Vallahi əslində deyiləcək sözlərimiz çoxdur, amma biz Allah'tan ən gözəl səbirləri diləyirəm. Burada şəhid valideynlərinə, Gənir anaya, Vasif ataya. Allah Azze ve Celle şəhidlərimizin hər birinə məqamını uca eləsin. Onların yaxınlarına gözəl səbirlər versin. Bizler de onları bize şəfaətçi olarak qiyamət günü göndərsin. Allah sizden razı olsun. Çok sağ olun. Amin. Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim. Bir kardeşimiz de var Elgün'le bir yerde olup, bir yerde okuyup, bir yerde oturup bir yerde dururlar. Adı yadımdan çıkıp bana məlumat vermediler onun adını. Qonaqdır. Əlbət mən birdən onun adını bilə bilmərəm. Buyursun. Elgün'le bir yerde olup, kimdirsə bildirdi kimdir. Gelsin bura. Hər birinizi Allahın salamı ilə salamlayırıq. Allah'tan Elgün qardaşımıza rəhmət diliyirik. Onların yeri əlbəttə ki cənnətdədir. Elgün qardaş haqqında sadəcə bir məlumat verin. Burada çox sözlər deyildi. Deməli bizim bir başqa Hafiz qardaşımız var. Elgün qardaşımız da Afsan işində işləyib. O qardaşımız da dərman şirkətində. Elgün qardaşımıza deyib ki, gəl dərman şirkətində işlə, orada maaş 1000 manatdan yuxarıdır. Elgün qardaşımız ona bir dənə söz deyib ki, namaz qılmağa icazə verirlər. Deyib yox, deyib onda istəmirəm. Yəni Elgün qardaşımız belə gözəl insan idi. Allah'tan hamısına rəhmət diləyirik. Yerləri cənnətdə inşallah. Sağ olun. Çok sağ ol, teşekkür ederim bu dolğun düzgün halal çıxızın için. Hacı Mirali kişi. Buyur söz verdim sana, buyur. Şəxsiyyətli ki, mənim öz qəlbim. Allah yerin cənnət eləsin. Amin. Səhv eləmirəmsə, mən Hazım Rəhmədi burada gördüm, öz axtarıram. Buradadır. Şimdi söz vereceğim Hazır Mənim sözümü təsdiq eləyər o yoldaşlar. Bu rəhmətli uşaq olan vaxtlarda bizi ilə imam olub, bizi üçün təravih namazı qıldırıb. Allah yerin cənnətdə eyləsin. Amin. Ədiblər soruşub biri-birindən ki, dünyada ağır yük nədir? Allah səbri versin. Çok sağ ol. Dedi ki, evladı atasının aparmaq. Allah hepsine göstermesin onu. Bu ağır yükü daşıyanların karşısında ben baş eğdim. O valideynlerin hansı evladın sınavında gör oynamarım. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Yengibar müəllimlərin məlumatları buradadır. Buyursun. Yengibar. Ben bir o deyirəm, Vasifə də, Bənizə müəlliməyə də, onun bacılarına da. Başsağlığı verirəm, Allah səbirlərini versin. Bütün şəhətlərin mütəkan çəlir. Amin. Çok sağ ol, teşekkür ederim. Hürmetli cemaat. Başka bir kenar adam olsa ben bunu demerim. Çünkü buraya ihtiyacı da yoktu. Buraya lazım da diyoruz. Buraya hiç aidiyeti de yoktu. Ama şehit analarıdır. Bugün iki şehit anasının ağır vəziyyətdədir. Allah Teala ben həmişə deyirəm ki, mən dua ilə siz amin deyin. Her bir ağızda bir dua var. Biri İsamanın yoldaşıdır. Biri de benim yanımdadır burada. Eldenzin yoldaşıdır. Allah Teala bu iki kadının her birine şafa versin. Teşekkür ederim her birinize. Çok sağ olun. Hürmetli cemaat. Ben özümle dayım. Bugün Elgün'ün daşı da buradadır. Elbette ki o isterdi şeyler. O geç çıkış eləsin. O dinleyirdi hamını.
Buyur müəllim hacı. Möhtərəm bacılar və qardaşlar, Allah hamımızdan razı olsun. Hamımızı Allahın salamı ilə salamlayıram. Bir oxu var. Allah Teala Əzimcan buyurur ki, ya mələk, falan qulun könül meyvəsini qopartdın mı? Yəni balasının elindən aldın mı? Deyir, bəli, ya Rabbi. Deyir, o valideyn necə o ad dözdü? Deyir, səbirlə, ya Rabbi. Deyir, birən bildiyim haqqı. Mən qiyamət günündə həmin valideyni mizan tərəzinin başına çəkməyə həya edir. Yəni, başınızı dik tutun, həmişə məğrur olun. Allah Teala şəhidlərimizin məqamını daha da uca eləsin. Onlar bizim başımızı dik tutmağa müvəffəq oldular. Yəni, bizim torpaqlarımız həmişə işğal altında olanda bizim könlümüz ağlayırdı, həmişə ağlayırdı biz. Ona görə də Allah Teala qazilərimizə şəfa versin. Allah Teala ordumuzu suda, quruda, havada müvəffəq eyləsin inşallah. Allah Teala hamımızdan razı olsun. Çok sağ olun, teşekkür ederim. İş yoldaşı, Ülvi buradadır. Bana məlumat verler, buyursun. Bütün tədbir iştirakçılarını salamlayıram. Allah Elgün qardaşımıza, onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Həqiqətən deyiləcək söz çoxdur. Çox sözlər də deyildi. Mənim deyə biləcəyim şəhidlərin və valideynlərin qabağında baş əyirəm. Allah rəhmət eləsin. Biz onlara eləyə biləcəyimiz heç nə yoxdur hal-hazırda. Amma bu valideynlərin qarşısında öz borcumuz nədirsə maksimum yerinə yetirməyə hazırıq. Bir qardaş kimi, necə deyim, bir övladımız kimi mən fikirləşirəm ki, boynumuzun borcudur. Başımızı dik tutun həmişə, qarşınızda baş əyirəm. Allah rəhmət eləsin. Beylər kənd icra nümayəndəsinin sədri, hörmətli İxtiyar müəllim, buyur. Ağarca müəllim, ümumi mən hər bir anım iştirakçılarını salamlayıram. Allah köməyiniz olsun. Burada Şəkidən gəlmiş qonaq çox gözəl buyurdu ki, doğrudan da sizdə izdiham daha güclüdür. Anım hər tərəfli gözəl idarə olunur, gözəl insanlar çox təşrif buyurur. Mən də hər bir elim adından qonaqları salamlayıb olaraq xoş gəldin deyirəm. Dünənləri Zəfər günü idi. Biz o Zəfər günündə geniş, hər tərəfli rayon ictimaiyyətinə belə uyğun, layiq Respublika tədbirlərindən heç də geri qalmayan izdiham keçirdik. Elgün balamız barədə burada hər tərəfli dürüst, dolğun fikirlər söyləndi. Elə bir söz yoxdur ki, onları vəsf eləyib, onlara daha da şöhrət gətirən. Onların əməli, onların şəhidliyi ən yüksək mərtəbəyə layiqdir. Allah hər bir şəhidin yerin cənnət eləsin. Bugünkü yığıldığımız məclisinə Elgün balamızın yeri cənnət olsun. Gəncə müəllimə, Allah sizə səbir versin, Vasif qardaş. Burada çıxışlar çox, məzmun oxşar da olsa, mən də bir daha qısa eləyib hər bir üzə zəhmət çəkib iştirakçınıza görə çox sağ olun deyirəm və gələcək anımlarda həmişə bax belə bir-birimizi cümra, hər tərəfli. Bayaqlar şəhid anası qeyd elədi ki, balalarımızın şücayəti, qəhrəmanlığı bizi yaşadır. Bəli, o balalar təksizi yox. Harada, dünyanın harasında olursa, o məzhəbsizlərdən, o millətdən kimi görürdüsə Azərbaycan oğulları çəkinirdi ki, biz uduzmuşuq. Bunlar elə balalardır ki, yəni bizim mənliyimizi, bizim qürurumuzu, vətənin torpağının bütövlüyü uğrunda gedib. Və o ana qeyd etdi ki, bizdən sonra şəhidlər unudulmasın. Nə qədər dövlətimiz var, nə qədər tariximiz var.
Bunlar tarixdir, bunlar əbədiyyətə qoşulmuş şəhidlərdir. Onlar unudulmayacaq. Bir daha Ali Başkomandan başda olmaqla ölkəmizi həmişə inkişafa, ordumuzu zəfərə, bayaqları dedilər, həmişə uca eləsin ölkəmizi, amalımızı doğru eləsin. Sağ olun, çox sağ olun, mənə söz verdiyinizə. Çox sağ olun müəllim. Təşəkkür edirəm. Dolğun, düzgün, halal çıxıncınız üçün Göylər Kənd Bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim, buyurun. Çox sağ olun müəllim, söz verdiyinizə görə. Mən də hər birinizi salamlayıram, şəhid analarını, şəhid atalarını, uzaqdan, yaxından gələn qonaqlarımızı. Allah sizi var eləsin. Çox sağ olun ki, bu günləri bizimləsiz, bizim şəhid ailələri ilə bir yerdəsiz. Sizə öz minnətdarlığımızı bildiririk. Bu izdiham həmişə var bizim elimizdə, obamızda. Dünən də Zəfər gününü qeyd elədik, o izdiham buradaydı. Bu cəmaatımıza, bu elimizə minnətdarlığımızı bildiririk. Allah sizdən razı olsun. Bütün şəhid analarına, şəhid ataların qarşısında baş əyirik. Onlara səbir diləyirik. Anamız bayaq qeyd elədi ki, xahiş etmək lazımdır ona. O deyilən sözlər sözdə olmamalıdır, əməldə olmalıdır. Bu bizim borcumuzdur. Borcumuzdur, biz həmişə sizin yanınızdayıq, sizin yanınızda da olacağıq. Çünki bu oğullar bizim xalqımıza, xalqın birliyini, gələcək nəsilə bir örnək oldular. İndi bizim gələcək nəsil daha vətənpərvər yetişir. Ona görə də biz xahiş yox, bu bütün illər, qarşıda gələn illərdə də sağ olduğu, olmadıqda bütün gələcək nəsillərə ötürülür. Biz borcumuzdur ki, o insanları unutmayaq. Qənirə bacı, Vasif qardaş, Allah sizdə səbir versin. Allah Elgün balamıza rəhmət eləsin. Dünənləri Zəfər günü idi. Onların da ruhu şaddır bugün. Bugün bayraq günüdür. Bütün şəhid balalarımızın da ruhu şaddır. Çünki onların sayəsində bizim bu torpaqlarımız azad olunubdur. Bu cür həyat bəxş ediblər bizə. Allah rəhmət eləsin, hər birinizin qarşısında baş əyir. Təşəkkür edirəm. Mən qeyd etdim sözümü. Mən qeyd etdim əvvəldən sözümü ki, burada Şamaxı rayon icra hakimiyyətinin Quyu Şabaxan şöbəsinin müdürünün müavini hörmətli Aqil müəllim buradadır. Buyurun Aqil müəllim. Buyurun. Çox sağ olun Ağarza müəllim sözünüzə görə. Hörmətli tədbir iştirakçıları, qonaqlar, əziz şəhid ailələri, mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllimin adından, rayon icra hakimiyyətinin kollektivi adından salamlayıram və şəhidlərimizin ailə üzvlərinə dərin hüzündən başsağlığı verirəm. Allah Elgün qardaşımızın timsalında cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları yüksəklərdə olsun. Çingiz müəllim məndən əvvəl qeyd elədi. Mən də bildirmək istəyirəm ki, bu dövlət, bu millət, bu xalq yaşadığı müddətcə şəhidlərimiz heç vaxt unudulmayacaq. Onların əziz xatirəsi həmişə yad olunacaq. Həmişə onların məzarları ziyarət olunacaq. Allah elimizi, obamızı, xalqımızı qorusun. Çox sağ olun, diqqətinizə görə. Təşəkkür edirəm. Burada görürsünüz. Elgünün iş yoldaşı, Elgünün dostları, Elgünün direktörü, Elgünün cemaati, bütün şəhid ataları, şəhid anaları, hamısı bu günləri Elgün üçün burada çıxış elədi. Allah Teala hər birinizdən razı olsun, hörmətli cemaat. Əziz şəhid atalar, şəhid analar, mənim duam budur. Allah Teala sizin qalan bağlarınızı salamat eləsin, gözünüzdə çılaq eləsin. Elgünün dostu Şakir müəllim buradadır, buyursun. Çox sağ olun söz verdiniz üçün. Elgün qardaşımız üçün çox şey deyə bilərik. Hər ikisi də dedi zaten. Ən əsas atasına Allahdan səbir diləyirəm. Qardaşımız da Rəbbim onun dünyasını, ahirətini cənnətlə müjdələsin inşallah. Allah səbir versin. Çox sağ olun. Mən yenə qayıdıram biraz əvvəl olan söhbətə. Hörmətli qardaşımız məktəbin direktoru, din məktəbinin direktorunun sözünə. Bu yaxında bir Şamaxı Şəhidlər Xiyabanında anım günündəydik. Zakir qardaşımızın evladının anım günündə, eləcə də Rövşən qardaşımız olar, eyni dostu, eyni qardaşlar, onların ikisinin anım günü bir keçir. Orada bir nəfər gəlmişdi, bir qardaşım, Zakirin qardaşıydı. Dedi, Saqqal, mən burada olmuram,
Amma mən eşidirdim ki, bu formada geçir Şamaxı rayonunda. Şəhid bağlarımızın anım günləri, ad günləri. Mən buna təəccüb qaldım və ona görə də sən başda olmaqla dedim, geçərə çıxmasın dediğin deyirəm. Bütün bu cemaatımıza təşəkkür edirəm ki, bu şəraiti, bu quruluşu, bu formanı yarattılar. Hər birini təşəkkür edirəm, hörmətli cemaat. Əziz Göylər cemaatı, hörmətli şəhid ataları, əziz şəhid anaları. Bu günləri biz izdihamdayıq, bu günləri biz cənnət məkandayıq. Bura cənnətdir, bura and yeridir, bura inam yeridir. And olsun Allah, sizin için bir məsələ çəkim. Çünki mən Göylər cemaatının içərisində qoymuşam, mən məsələsilə. Ona görə də bir nəfər dedi ki, bir nəfər, 3 nəfərin üstünə qanlılıq atır, heç nə haq edir. Atır baltanı önünə girən bir əşya, dəyir uşağına, uşaq tələf olur. Dəyərli sözdür, daha deməyəm ki, ağsaqqal elə bil yox. Nə qayırım mən, nə edeyim? Atır qanlılığı 3 nəfərin üstünə. Ora bura kim gedir bu qəbul eləmir, birdən bu 3 nəfərin birinin əlində hası olur. Keçir and olsun Allah'a, bunu atam özü mənə deyib. O Şeyh babanın canı için. Şəhidlərim deyir yanına keçəndə, Hasan deyir burada şəhidin daşının üstüne ki, ay şəhid, sən şəhid deməyəcəm, bu iş şəhid eləməsəm. Bir tutka çək deyir, saldı boynuna ki özüm eləmişəm. Attım baltanı flaş et dəqiqətə. Şəhid budur. Attım baltanı dəqiqət uşağa. Boynuna götür bir tutkanın ərzində şəhidin duasından. Şəhid and yerimizdir. Şəhid inam yerimizdir. Yani mesela Erşen Ergün'ün canı bu kandan geç. Bəli keçə bilər. Yaşan Şahmurad'ın canı bu işten geç. Keçə bilər. Bütün şəhidlərimizdən. Ona göre de biz bunlara kıymet vermeyi her birimizin borcudur. Sonra da nəsil vermek. Her birimiz bunların sahasına yaşayırıq. Her birimiz bunların sahasına iş görürük, toy edirik, maşın aldırıq, ev tikirik, vəzifəyə keçirik. Neyin sahasında? Hamısı bağlamızın sahasında. Dünənki, neydi o dünənki? Yer yurt tutmurdu Azərbaycanda milleti. Tapı tüfəngi, avtomati samalyotları göydə. Neyin sahasında? Babalarımızın sahasında, Ali Başkamadan. İlham Əliyev sana buranın sahasında Allah onun canını salamat eləsin. Mehriban xanım Allah şaman eləsin. Hörmətli cemaat. Mən keçirəm şagirdlərimizə bağlarım, canım mənim qarşımda. Bir neçə saatdir çox sağ olsunlar. Onları hazırlayan müəllimə təşəkkür edirəm. Ona görə də keçirəm mən nəvələrimə və eyni zamanda nəticələrimə. Bir sayılı məktəbə söz verirəm. Buyurun. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma qarışmışam. Sarılaraq bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Kürək olub qarışmışam. Vətənimin havasına, cismim köçüb bu həyatdan. Ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gələrəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Heç zaman unutulmuram. Xalqımın qəhrəmanıyam. Mən şəhidəm, ölməmişəm. Qarabağın dağlarında çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə ucalmışam. Yerim cənnət. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Necə ki xalq şəhidinə, qazisinə qoyur hörmət. Demək unudulmamışam. Demək hələ yaşayıram. Bir, çox sağ ol. Qəhrəman igidlər silahın aldı, nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Gör necə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğluna yasta saxladı, heç sizi unudarmı analar şəhid. Çox sağ ol. Ver. Danışma, ver. Yani 2 saat hələ deyənsın. 1 saat qurtardı. 1 saat de. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini,
Sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra, izə, quzu otardığı çəmənə, düzə, yaralı könlünü, ey üzə, üzə, dünyanı dağlama şəhid anası. Ruhi ildırımda şimşəklərdədir, Qarabağdan əsən küləklərdədir. Həsrətli, ümidli ürəklərdədir. Çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur. İlhamın dünyası odlanır, yanır. Sənin dözümündən yağlar sınır. Qara şal bağlama şəhid anası. Qara şal bağlama şəhid anası. Çox sağ ol bala, ver. Bir salı der ha, 2 salı elə keçmə. Aylar sensiz ay değil. Toylar sensiz toy değil. Hiç kim sana tay değil. Çılçıraqsan ay oğul. Yaş gelmez yaşın üstə. Qış gelmez qışın üstə. Durmuşam başın üstə. Dönüp baksan ay oğul. Sensiz gəndi həyatım. Arxanca çatmır atım. Dur biraz da mən yatım. Yaralısan ay oğul. Sen uşaqsan ay oğul. Yaralısan ay oğul. Sen uşaqsan ay oğul. Allah bütün Çox şəhidlər. sağ ol, ver bura. Gözü qan ağlar ağlar, sinəsi yara bağlar. Siz də ağlayın dağlar, duysun şəhid anası. Ürəyimsən, döyünürsən sinəmdə, odlar yurdum, nəfəsimsən sən mənim. Qürurumsan, damarımda qanımsan, Azərbaycan, mənim ana vətənim. Ürəyimdən tükənməz məhəbbətin, tarixinə ad salıb sənin qüdrətin. Əzəlimsən, bucunumsən, sonumsən, Azərbaycan, mənim ana vətənim. İgidlərin saya gəlib sayılmaz, tarixinə ad salıblar silinməz. Oğlum, qızın kimsə ərəyilməz, Azərbaycan, mənim ana vətənim. Azərbaycan, mənim ana vətənim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Sağ ol bala. Hem tarih okudu, hem tarih yazdı. Tarihi başka cür anladan oğlan. Bundan güzel başa salmaq olmazdı. En məğrur tarihi öğrendik ondan. Elinde avtomat, dilinde Kur'an. Hayatı bizlere hediye etti. 28 illik şanlı tarihin axır nöqtəsini qoydu və getdi. 28 illik şanlı tarihin axır nöqtəsini qoydu və getdi. Çox sağ ol. Dünya bir dayan, nə tələsirsən? Necə oğulları torpağa verdik? Cənnət qapılarını taybatay açmış. Ax estoyunca danışmadıq biz. Günlər, aylar, illər ötüb keçsə də, ürəyimdə silinməyər xatirə. Elcim, bu xalq səni unuda bilməz. Elcim, bu xalq səni unuda bilməz. Bu yaşda yolun saldın cənnətə. Allahın qanunun müqəddəs bilib, uşaq yaşlarından ibadət etdin. Oldun gənc yaşınca ilahiyyətçi, Hafiz arzusuna Elgin sən yetdin. Dərdinə dözməyir ata ürəyi, söndü bir ocağın yanan çırağı. Anan həsrətinə tab gətirməyir, anan həsrətinə tab gətirməyir. Bir ömür çəkəcək bu istirabı. Fələk oynadığın bu oyun nədir? Bir bacı dayağın necə alırsan? Bir məzar içinə bir insan deyib, ardınca gör neçə can aparırsan. Bir nə qədər duyğulu həyat səhnəsi, tarix müəllimi adını aldın. Müəllim olaraq dərsə girmədin. Qanınla tarixə bir tarix yazdın. Göylər bir oğul da verdi torpağa. Şəhidlər ölməyir, ölmədin Elcün. Ödənməz haqqınız siz şəhidlərin, ödənməz haqqınız siz şəhidlərin. Nə tələsirsən? Neçə oğulları torpağa verdik. Cənnət qapıların taybaday açmış. Axı heç doyunca deyib gülmədik. Günlər, aylar, illər ötüb keçsə də, ürəklərdən silinməyən xatirə. Elcüm, bu xalq səni unuda bilməz. Bu yaşda yolunu saldın cənnətdən. Allahın qanunu müqəddəs bilib, uşaq yaşlarında ibadət etdin. Oldun gənc yaşında ilahiyyətçi, Hafiz qayıdışına Elgün sən yetdin. Oldun gənc yaşında ilahiyyətçi, Hafiz qayıdışına Elgün sən yetdin. Allah rəhmət. Çok sağ ol, mikrofon ver bana. Çok sağ ol. Bir çaymış alan düzene hep salıyorlar.
Hər birinə təşəkkür edirəm. Bunları hazırlayan müəllimiyə hər birinə təşəkkür edirəm. Hörmətli məktəbin direktorları. Yaxınlaşın mənə uşaqlardan sonra sizə söz verəcəm ardıcılığına. 2 saylı məktəb. Buyursun. Vətənimin əskəri var, dalğalanan bayrağı var, ağlayan alqa rəmpili, oynayan xarı bülbülü. Qanla tutuldu bu torpaq, zəfərlə oyandı torpaq, əskərimizin alqanıyla, ananın göz yaşıyla. Neçə ocaq qalandı, min düşman parçalandı, vətənimin toyduğunu tarixə qanla yazıldı. Allah şəhidlərimizə rəhmət eləsin. Yenə candan can ayrıldı, şəhidim var Azərbaycan, vətən sağ olsun deyən igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz çökmüşük, sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu, unutdular o bozqurdu, igidim var Azərbaycan. Səlmişəm mən, tək bölünməsin, qoy ana vətən, ruhum sizinlədir, köçübdür bədən, qoymadım düşməni girsin yurduma, fəxr elə oğlunla, ağlama ana. Şəhidlik ən uca zirvədir, inan, bunu təsdiq edir müqəddəs Quran, mənəm o əl tatmaz zirvədə duran, cənnəti bəxş edib Rəbbim quluna, fəxr elə mənimlə, ağlama ana. Vətəni canımdan üstün bilmişəm, xalqım tərəfindən mən sevilmişəm. Türkəm, bir ölmüşəm, min dirilmişəm, qəhrəman deyirlər sənin oğluna, fəxr elə mənimlə, ağlama ana. Xalqıma son sözüm budur nəhayət, ailəm və torpağım sizə əmanət. Tanrım şəhidinə veribdir qiymət, üzü ağ gedirəm mən huzuruna, fəxr elə oğlunla, ağlama ana, fəxr elə oğlunla, ağlama ana. Çox sağ ol, ver. Al bala. De. Salam şəhid anası, salam şəhid anası, mən də sənin bir balan, olmasan da qəhrəman, Şuşa, Kəlbəcər alan, sənin oğlun tapşırıb, səni mənə yol aldı, məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır, nur ata, hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin, üzü nurlu bir igid, arxadaya getirdin. İndi bütün igidlər qardaşındır ay bacı, sən şəhid bacısan, sənə yoxdur tay bacı. Yoluna su səpim, göz yaşı sıxım, çəkməndə torpaq var, torpaq bir sıxım, ver, əskər çəkməni, köksümə sıxım, çəkməsində çiçək bitən şəhidim. Ayağın yerlə, yolun göylədir, göydən ulduz uçdu, yaram göylədir. Xəbərin oldu mu, o qız neynədi, dönüb üfüqlərdən, itən şəhidim. İndi poladımla hər an coşasan, sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasın, bayrağa bürünüb ötən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı, qanın çiçəkləndi, bu necə qandır. Yazdın ki, Qarabağ Azərbaycandır, sən elə vətənsən, vətən şəhidim, sən elə vətənsən, vətən şəhidim. Çox sağ ol. Ben eyni zamanda müəllimiyəm, amma həmişə mən belə eləmişəm göylərdə. Saxlamışam kənarda 1, 2, çöl göylər. Amma bugün Qəndirə xanım, Qəndirənin mən sözünü atqaz eləyə bilmərəm. Dedi ki, qoy qarışıq deyənsinlər əxsaqqa. Dedim, boş. Ona görə bax belə yaxşı oldu Allah şükür. Hər birinizə təşəkkür edirəm. Hörmətli məktəb direktorları. Mən sizə dedim ki, yanlardacına söz verəcəm. Xanım buradadır. Günay xanım buradadır. Buyurun. Hamid müəllim buyurun, çöl göylər buyurun. Teşekkür ederim bana söz verdiği için. Ben de vazifəmə, Qəndirə müəllimə Allahdan səbir diləyirəm. Allah rəhmət eləsin. Biz də müəllimin vəzifəmiz, peşəmiz olsa belə. Amma biz Elcinin verdiyi dərsi şagirdlərimizə verə bilmərik. Çünki onu tək-tək
şagirdlər, tək müəllimlər verir. Və o müəllim olaraq sözünü təkcə sinifdə deyil, cəbhədə verdi, cəbhədə dedi, cəbhədə göstərdi. Allahdan rəhmət diləyirik və sözlərimiz onun əməlləri qarşısında, onun etdikləri qarşısında acizdir. Dastanlara yazılacaq bir müəllimdir. Təşəkkür edirəm, sağ ol. Çox sağ olun, təşəkkür edirəm. Hamid müəllim buyur. Buyur Hamid müəllim. Mən də bütün tədbir iştirakçılarını salamlayıram. Biz artıq bir neçə gündür ki, bu anım günlərində, zəfər günündə iştirak edirik. Nə qədər də belə deyək, ömrümüz var, bütün şəhidlərə borcluyuq, Qənirə müəllim. Belə bir övlad yetişdirilsin, ilk növbədə sizə borcluyuq, Vasif əmi. Sizin timsalınızda bütün şəhid atalarının, şəhid analarının qarşısında baş əyirik. Hər zaman yanınızdayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərdən nə qədər danışsaq, hərəsinin ömrü bir dastandır. Danışdıqca bitməz. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məkanları cənnət olsun. Sizin də qarşınızda müəllimə baş əyirik. Bütün şəhid ailələrinin, bütün şəhid atalarının və analarının qarşısında baş əyirik. Çox sağ olun. Ver sağ olun müəllim. Çox hörmətli şəhid valideynləri, çox dəyərli şəhid valideynləri, hamınızı salamlayıram. Sizin vətənpərvər, qəhrəman övladlarınız sayəsində Azərbaycan Respublikası qısa bir zamanda 44 gün ərzində Ermənistanın 30 ildə qurduğu ordunu darmadağın etdi. Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, Azərbaycanın şanlı bayrağını işğal altında olan torpaqlarda dalğalandıran, ən əsası zəfər gününü bizə yaşadıb, özləri görməyən şəhid qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Qənirə müəllimə Allah rəhmət eləsin. Vasif əmi Allah rəhmət eləsin, məkanlar cənnət olsun. Çox sağ olun. Çox sağ olun müəllim. Ancaq gələcəyini Allah şadlı qismət eləsin, gələcəyini uşaqların sayını artırın. Çox sağ olun, təşəkkür edirəm. Bu uşaqları hazırladığınıza görə hər birə təşəkkür edirəm. Hörmətli cəmaat, sahib buradadır. Sahib, belə məlumat verirlər mənə. Bir gün 4-5 yıl tanışlığımız olacaq, əsgərlikdə işte biz o yerdə olmuşuq. 2015'te Füzuli Dönüzəkdə. Sonra xidmət bitib başa vuralandan sonra görüşümüz olubdu. 2020'de de Vətən müharibəsində bir yerdə görüşdük, Ağzəbəddə. Oradan Şuşaya qədər yolumuz oldu. Noyabrın 8'i bu vaxtlarda vardı. Minamyot ateşinin neticəsində yaralandı, ağır şəhid düşdü. Məkanı cənnət olsun. Çox sağ olun. Təşəkkür edirəm. Çox söz danışa bilərəm, amma bura sığmaz. Allah Qənirə anamıza, Vasif əmimizə səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Qəhrəman evlatlar olub, xalqa, cəmaatımıza xeyir verən bir balalarım olasınız. Hörmətli mənim balalarım, nəvələrim, nəticələrim, təşəkkür edirəm sizi hazırlayıb bura gətirən hörmətli müəllimə və müəllimiyə. Hörmətli cəmaat, əziz iştirakçılar. Namik müəllim buradadır. Namik müəllim buradadır, mənə məlumat verdilər. Yoxdur? Hə, çox sağ olsun, təşəkkür edirəm. Bugün bu gözəl məkanda, bu gözəl diyarda, bu gözəl yerdə, bu gözəl kətdə, bu gözəl Göylər Şəhidlər Xiyabanında bir anım günümüzdə başa çatırmağa yaxınlaşırıq. Hörmətli cəmaat, əziz Göylər cəmaatı, hörmətli. Əvvəldə də mənim duam budur ki, Allah sizin qalan bağlarınızı salamat eləsin, qalan bağlarınızdan xeyir görəsiniz, hörmətli şəhid ataları, əziz şəhid anaları. Allah təalasən Azərbaycan xalqına bundan sonra xoşbaxtlıq nəsib elə. Sən Şamaxı cəmaatına xoşbaxtlıq nəsib elə, Göylər cəmaatına xoşbaxtlıq nəsib elə. Ya Rabbim, ya Resulallah. Sən güclüsən, sən qüvvəlisən, ona görə güclüsən, qüvvəlisən ki, 44 gün ərzində 30 illik işğal altında olan torpağı, yağı düşmandan sən azad etdin, köməkli verdin, dua elədin mənim prezidentim İlham Əliyev cənablarına, Ali Baş Komandana. O günləri, bu zəfəri keçirdik
bu bağlarımızın sayesinde hamımız fərəhlənirik, hamımız sevinirik, hamımız deyirik Allah Teala. Gitti bizim bağlarımız. And olsun Allah elə xoşbaxt elədi ki, Azərbaycan xalqını. Mən mədəniyyət evində təhkim idim, uşaqları yola salırdım. Qapıdan girə bilmən uşaqlar pəncərədən özünü atırdır avtobusdakı, qoy tez çatın mən. Niyetdiyim mən görmüşəm. Bunların niyetdiyini saymayan Allah eləməmiş kimi. Bunların niyetdiyinə dırnaq arası baxan, bunların sayasına bu il vəzifədə olub. Bunların qədrini bilmən insanları nə də söz o adamın mən o adamı eləmə hazıram. Ona görə də bu günləri bu bağlarımızın qədrini bilmək lazımdır. Bilmək lazımdır ki biz kimin sayesinde yaşayırıq. Bilmək lazımdır ki biz kimin sayesinde uzalmışıq. Bilmək lazımdır ki bu günləri biz kimin sayesinde bütün dünya axıb Azərbaycana. Hamısı bu bağlarımızın sayesinde. İgid qəhrəman şəhid bağlarımızın sayesinde. İgid qəhrəman Qarabağ Fatihi olan Azərbaycan Prezidenti Ali Başkoman İlham Əliyev cənablarının sayesinde. Nəhir Bakanının sayesinde. Sağ olun, her birine teşekkür ederim hürmetli cemaat. Kimi dediyoruz? Allah Teala sizin her birinizden razı olsun. Her birine teşekkür ederim. Her birinin karşısında Allah Teala beyler bundan sonra bu göyler cemaatinin karşısında, bütün cemaatin karşısında, bütün şehit atalarının, şehitlerinin karşısında hoşbaxtlık eləsin, hoş eləsin, qalan bağlarının xeyir için eləsin beni. Ya Rabbim, ya Resulallah. Hürmetli cemaat, doymuram ne kadar danışıram. Ne kadar danışıramsa deyirəm Allah Teala. Qoy bu cemaat xoşbaxt olsun. Qoy bu igidlərimiz yid olsun. Qoy bu igidlərimiz fərli olsun. Fərli də bunların qədrini bilək. Bir xayxışım var sizdən. Bu uşaqların qədrini bilmək lazımdır. Bu uşaqların and içmək lazımdır bu uşaqların canına. Bu and yer olmalıdır. Gel tak olundan gedək. Bütün ürəklə gedək. Deyək ki bak bu şəhidin canı için bu falan şey olmayıb. O arada iş bağlandı. Belə olmaq lazımdır. Belə de olacaq. Tam açtın kulağını işitsin. Hürmetli cemaat. Benim bir karşım var sizden. Buradan çıkıp birbaşa Elgüngil'e aynı zamanda Vasıfgil'e gidey. Orada bir isyan çarşı bunlarla şaban dilesin. Sağ olun. Teşekkür ederim. Allah Teala sizin her birinizden razı olsun. Hoşbaht olasınız. Buyurdu bu. Elhamdülillahi Rabbil alemin ve l'âkıbetu lil-muttaqin ve lâ udvâne illâ alel-zâlimîn. ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار. İlahi Rabbel Alemin, Elgün kardeşimizin timsalında bütün şehitlerimize merhamet eyle. Bütün şehitlerimizi cennetinle mükafatlandır. Onları peygamberimize, şehitlere, sıddıklara, alimlere konşu eyle. Bütün vatanımızı, milletimizi, halkımızı bilinen, bilinmeyen bütün kazalardan, belalardan, musibetlerden uzak eyle. Her zaman ordumuzu müzaffer eyle. Başımızı her zaman uca eyle. Allah kabul etsin. Hürmetli cemaat, her birine teşekkür ederim.